növbəti suallara baxaq. Bunun üçün əvvəlcə biz bir dənə Venn diaqramını çəkək. Venn diaqramını çəksək, burada A-nın elementləri, burada da B-nin elementləri olur. Deməli, A ilə B-nin kəsişməsinin sayı 4-dür. A-da olub, B-də olmayanların sayı isə 8-dir. Bizdən də A-nın elementlərinin sayını istəyirlər. Olacaq 8 üstə gəl 4 bərabərdir 12. Burada da bizdə deməli var. 2 mənfi 1, 4 A-nın komponentləri. Burada 2A yazılıbsa, biz 2-ni hər bir komponenti vuracağıq. Olacaq A-nın komponentləri onda 4, mənfi 2 və 8. B-nin olacaq. B-nin olacaq. 5-ə vuracağıq. 15, 0 və mənfi 10. İndi tərəf-tərəfə çıxacağıq. Deməli, 4-dən 15 çıxanda olacaq neçə? Mənfi 11. Mənfi 2-dən 0 çıxanda mənfi 2. 8-dən də mənfi 10 çıxanda olacaq 18.